Lənkəranın ən populyar proyekti. Baxın nə deyirəm. Populyar proyektlərdən biri demirəm ha. Ən populyar proyekti deyirəm, altını çizirəm, arxasında da nidasını qoyuram. Yəni bundan populyar proyekt Lənkəranda yoxdur. Təsadüfi deyil ki, bu evlərdən Lənkəranda 4 dənə tikdik. 4-ünü də qısa zaman ərzində satdıq. Ki gözəl layihəsini bu günləri Lənkəranda ev axtaranlar çox yaxşı tanıyır. Elə birini də keçən həftə satışa çıxarmışdıq, təkrarən satışa çıxarmışdıq. Bir günə təzədən satdıq onu. İndi həmin proyektlərdən daha biri, yenə də bir gənc ailəyə satdığımız, amma həm yerinə görə, həm təmirinə görə, həm əşyalarına görə digər satdığımız evdən çox fərqlənən bir evi sizə təqdim edirəm. Gördüyünüz bütün əşyalar qiymətə daxildir. Yerini deyim sizə, Lənkəranda polis şöbəsindən Digah magistral yoluna çıxan kimi sağa dönürsən, Diqazın böyründə təkər sexindən 100 metrə içəridə. 100 metrə, patolog. 100 metrə. Super yerdir. Burada torpaqların sotu hal-hazırda tapsanız 10 minə taparsınız yəni əraziyə görə. 2 sot torpağın içində belə bir proyekt, bir də mətbəxlə tanış olaq. Qardaş çox zövqlə işləyib buranı, çox gözəl təmir eləyib. Yəni interyerə söhbət yoxdur da, bütün əşyalar ən modern, ən son model. Gördüyünüz kimi paltaryan maşını, ankastırı, canım sənədisin, qazı, soyuducusu, hər bir şey zövqlə seçilib. Yəni gözəlliyə baxın. Gəlin gedək yataq otaqları ilə tanış olaq. Bura mətbəx idi. Qonaq otağını zaten bilirsiniz. Qonaq otağından bilirsiniz də əvvəldə nə yerləşirdi? Bizim burada foyemiz yerləşirdi. Bir dənə o foyeni də nəzərdən keçirək. Bir dənə səliqə səhmana gözəlliyə baxın. Çox qəşəng də qiymət qoymuşuq buna. 3 otaqlı, deyək ki, belə təmirli köhnə binaların qiymətini qoymuşuq. Köhnə binaların qiymətini qoymuşuq. İndidən elan eləyim, intizarda saxlamayım sizi. 85.000 manata deyilir. 85.000 manata. Bura yuxarıdakı dəhlizdir. Döşəməsi isti döşəmədir. Sanitar qovşağı. Gördüyünüz kimi tam təmirli. Orada da döşəmə isti döşəmədir. Sanitar qovşağından sol tərəfdə bir dənə yataq otağı böyüklər üçün nəzərdə tutulub. Gördüyünüz kimi hər cür təchizatla təchiz olunub. Yəni heç nə gətirməyəcəksiniz. Qardaşım, paltarlarınızı götürəcəksiniz, gələcəksiniz. Paltarlarınızı götürün, elgiz demişkən geyinin, keçinin, gəlin, dədə balası. Bura bir dənə yataq otağımız. Gəlin keçək növbəti yataq otağına. Burada uşaq üçün nəzərdə tutulmuş növbəti yataq otağıdır. Bir daha qeyd edim ki, bütün əşyalar yenidir. Cəmi 1 ildir istifadə olunur. Qardaş elə belə də satır, başqa evə köçür. Məlumat üçün bildirim ki, demişəm axı sizə, bizim əlimiz də, ayağımız da yüngüldür. Qardaş şəhərin mərkəzində özünə yeni ev alıb, ora köçür, xeyirli olsun və o evi də ona biz almışıq. Biz almışıq. Gəlin gedək bir dənə də həyata baxış eləyək, həyata baxış keçirdək, görək həyatda nə var, nə yox. Dədə balası. İki gözəl layihəsinin eksteryeri haqqında danışmaq da yersizdir. Bir daha qeyd edeyim, təkrarsızlıq olsa da izləyicilərimiz çox gözəl bilirlər. Bunun eksteryeri haqqında məlumatlıdırlar. Gördüyünüz kimi bu proyektdə bizdən başqa heç kim belə ev tikmir. İki gözəl layihəsinin baxın, 2 sot torpaqda görün nə qədər yer qalır. Kifayət qədər. Bax, evin arxasına dövrə vurmaya, evin arxasına da keçə bilirik. Bütün joloblar, borular vasitəsilə kanala gedir. Yəni, bir dənə belə damın suyu həyətə tökülmür. Bunlar haqqında danışmaq yersizdir. Həyətdə sanitar qovşağı tam təmirli. Olmazsa olmaz, təbii ki. Qardaş əslində burada xırdapara işlərdə görüb. Baxın, görürsünüz, hasarı hündürləşdirib, amma malasını vurmağa çatdırmayıb. Burada da qarajdır. Baxın, 2 dənə maşın arda-arda yerləşib. Qarajın içində kombi sistemi quraşdırılıb, bahalı kombi qoyulub. O da təhvil veriləcək qiymətin üstündə sizə. Evin altı da ambardır. Evin altındakı ambara da qəşəng stəşka olunub. Necə lazımdır? Artıq əşyaları, bankaları yığmaq üçün şərait var. Qapı dəyişdirilib. Uzaqdan idarə etmə qapısı qoyulub. Bir dənə xırda səhv eləyib, onu mən deməsəm olmaz. Bilirsiniz, biz pulu təmiz qazanmalıyıq.
Qapını qoyub, giriş-çıxış üçün qapı qoymayıb, balaca qapı qoymayıb. Elə bu idarə etmədən istifadə eləyir. Tam maşınla gəlir, girir də həyətə. Amma burada yer var. Bir dənə qəşəng yer açırsan qardaşım özün üçün. Ləzzətli bir dənə bura. Qapı qoyursan, qiyməti elan elədim sizə 85.000 manat. Telefon nömrəmiz 050 321 45 02. Bu iki gözəl layihəsi çərçivəsində satışa qoyulan gözəllərdən növbətisini əldən vermə, dədə balası.